ayıdı. Bilirsiniz nə dadı, nə qoxusu verir? Turşu kimi iylənir. Valla. Pək də sevməyəsəm, acıdır, hə? Çoxum. Baxın, bu bilirsiniz nəyin yanında qəşəng gedər? Kababın. Hə. Bir dənə lülə kabab. Azərbaycanlı qan var ya. Azərbaycanlı damarına bax. Lülə kababın yanında nə dadı? Yandım. Oy, kimçi. Lülə kabab plus kimçi. 신경도 한 번도 안 물어보셨잖아요. Oy da çox acıdır. Həqiqətən. Amma keçdi acısı. Mən dedim, Amma baba deyənə oğlan deməmişdi. demişdi. Bura gör. Yaxşı. Mən səndən soruşmaq istəyirəm ki, sən dedin ki, Koreya yaxşı yönlərini bizə göstərib. Əslində elə deyil. Məsələn, bunu necə aça bilərsən biraz? Yaxşı, əslində elə olmadıqlarını. Hə. Yəni əsasən insanlarla tutun ki, kamera qarşısında biz əsasən Koreya dramalarını və yaxud da K-pop görürük, musiqilərini. Belə bıcır-bıcır insanlar, hamıya yaxşı davranan, səmimi insanlar, amma əslində elə deyirlər. Bunu araşdırmısan? Araşdırmısan deyəndə Azərbaycana gələn bir çox Koreyalılardan və yaxud da iş mühitində əsasən bu gözə çarpır. Yəni səyahətə gələn insanlar sənə acı davranması doğru bir şey deyil. Yəni elə bir şey rastlamayıb, daha doğrusu qarşıma çıxmayıb elə bir şey. Amma məsələn iş mühitində falan insan rastlayır. Sənə ən çox gələn suallardan biri Koreya dili çətindirmi? Ümumiləşdirirəm sualları. Koreya dili çətindir. Neçə müddətə öyrənə bilərəm? Biri niyə bu yönü seçib? Niyə bu yönü seçib? Hə. Deməli onda mən başlayım. Koreya dili çətindir. Bir əvvəlcə danışdıq. Koreya dili o qədər də çətin deyil. İstəsəniz həqiqətən öyrənə bilərsiniz. Bundan əlavə nə dedin? Neçə müddət öyrənmisən? Neçə müddətdə öyrənmişəm. Hazırda öyrənmək müddətindəyəm. Öyrənmə sürəcindəyəm hazırda. Yəni hazırda 3-cü kursam. Universitetə başladığımda o hər şey sıfırdan keçirilmişdi. İndi hələ də öyrənməyə davam edirəm. Olsa dil elə bir şeydir ki, siz nə qədər öyrənsəz də, oxusanız da deyə bilməzsiniz ki, mən bir dili tam bilirəm də. Bir də sənə ən çox gələn sual, bunu növbəti yeməyi yeyə sonra deyəcəm. Bax mənə maraqlıdır, xiyara nə vurublar? Hə, buna soslar olur əsasən. Soslarla qarışdırırlar, eləyirlər. Mən özüm evdə kimçi hazırlamışam. Yəni iminisi də həqiqətən dadları çox oxşuyur. Hə, alma, sirkə falan. Siz buradan görə bilirsiniz uşaqlar, bax, Aslamanın